Bir mövzumuz var idi, əməliyyatdan sonra əyri görmə. Ana xətləri ilə səbəbləri dedik. Bugün danışmaq istəyirəm, o əyri görməni həll eləmək olarmı? Necə həll eləmək olar? Əsas rast gəldiyimiz sarı nöqtə xəstəliyində olan əyri görmələr, bu sarı nöqtə xəstəliyində əmələ gələn əyri görmələr və ya buna metamorfopsi deyirik. Metamorfopsiləri düzəltmək çox təəssüf ki, böyük əksəriyyətində mümkün olmur. Onların iki forması var, quru forma, yaş forma. Yaş formada iynə vurmaqla birazcıq bir şeylər əldə eləmək olur, bir neçə iynələr vurmaqla göz içinə. Quru formalarda isə çox təəssüf ki, çox şeyi dəyişdirə bilmirik. Orada nələr dəyişir? Gözlə beyin arasında birbaşa əlaqələr var. Yəni gözdən informasiya beyinə tam ideal şəkildə ötürülmür, qüsurlu ötürülür. Beynin vəzifəsi qüsurları biraz gizlədə bilmək. Əgər beynimiz dinc olarsa, o əyri-üyrü görmələr illər içərisində, aylar deyil, illər içərisində beyin onları biraz daha toparlayıb görüntü keyfiyyətimizi artıra bilir. Misallar, xəstə gəlir, xəstəmiz 5% görür, çox şikayət edir əyri-üyrü görmədən. Yəni biz deyirik, çox təəssüf ki, edə biləcəyimiz bir şey yoxdur, sadəcə bəzi şeylərə riayət eləmək lazımdır. O bəzi qaydalara riayət eləyir, xəstə il yarım, 2 ildən sonra gəlir, baxırsan 5% görən göz 20%-ə çıxıb. Şikayətlərimdə azalma var. Tomoqrama çəkmişdik əvvəl və yenə tomoqrama çəkirik. Baxırsan ki, tomoqrafik ölçülərdə, görüşlərdə heç bir şey dəyişməyib. Amma pasiyentin görüntü keyfiyyətində artış var. Bu o deməkdir ki, bu gözə məharəti deyil. Bu artıq beynin məharətidir. Belə pasiyentlərə də tövsiyəmiz nə olur? Mümkün qədər beyinlərini dinc saxlasınlar. Yəni stresə girməsinlər, pozitiv əhval-ruhiyyədə olsunlar, qidalanmaları yaxşı olsun, yuxu rejiminə diqqət eləsinlər. Belə olan hallarda bəli, beynin dincliyi artınca beyin bu mövzudakı gözün əksikliklərini birazcıq toparlaya bilir. Dediyim kimi, bəzən iynələr vurmaqla da biraz müsbətə doğru dinamika müşahidə olunur. Amma tamamilə o şikayətləri ortadan qaldırmaq çox təəssüf ki, sarı nöqtə xəstəliyində mümkün olmur. Digər səbəblərə bağlı olarsa, demişdim, SSR dediyimiz santral seroz retinopati, yəni sızıntılara bağlı iynələr, antidepressantlarla onu ortadan qaldırmaq olur. Bəzən orqanizmin özü onu sorur. O şikayət hətta işsiz belə sorula bilir. Ondan sonra qansızmalar, bəli, onlar da iynə ilə toparlanır. Yəni, böyük əksəriyyətə həll olur. Əməliyyata bağlı linza sürüşməsi, iol sürüşməsinə bağlı təkrar iol yerinə fiksiyası olunur. O şikayət ortadan qalxır. Flep qırışıqlığına bağlıdırsa, flep qırışığı təkrar hamarlanır, üflənir. Onları ortadan qaldırmaq olur. Amma eğimli xəstəliyinə bağlı əyri-üyrü görmələr çox təəssüf ki, ortadan qaldırmaq mümkün olmur.